Dəmir çatışmazlığı ilə gedən qanazlıqlar zamanı adətən yüngül şikayətlərlə özünü göstərir. Bu şikayətlər arasında halsızlıq, tez yorulma, saçların qırılıb tökülməsi, dırnaqların laylanması ilə özünü müşahidə edir. Lakin dəmir çatışmazlığı ciddi bir halın, yəni Plummer-Wilson sindromu kimi sindromun da xəbərçisi ola bilir. Plummer-Wilson sindromu nadir rast gəlinən sindromdur. Adətən orta yaş qrupu qadınlarda rast gəlinir. Bu zaman bir triada ilə özünü göstərir. Bu triadanın içərisində qida borusunun səthini örtən plakların, pərdələrin olması, dəmir çatışmazlığı və çətin udqunma ilə özünü göstərir. Xəstələrin əsas şikayəti qidalanma zamanı çətin udqunma, sanki davamlı qida borusunda bir şeyin ilişib qalması ilə həkimə müraciət edir. Qastroskopiya zamanı rast gəlinən bu pərdələr diaqnostik xarakter daşıyır. Müalicəsinə gəlincə isə xəstənin yaşına, çəkisinə uyğun olaraq dəmir müalicəsidir. Çox nadir hallarda həmin pərdələrin çox qalın olması ilə qastroskopiya zamanı bujlama və ya qastroskopiya yolu ilə açılması ilə özünü göstərə bilər.